istəyir şəhərin yaşıllığını qoruyanlar. Ağacları, gülləri, çiçəkləri, bir sözlə təbiəti sevənlər ekran qarşısına MAQ efirdədir. Bugünkü mövzumuz isə belədir, yaşıl şəhər naminə. Görürsən, biz şəhərimin yaşıllaşması üçün daha doğrusu nə edirik və nə etməliyik? Məncə bütün bu suallara cavabı tapacağıq. Tutu, sən uşaqlıqdan arzun olub ki, quşu vas düzəldəsən, amma indiyənə ki, mənə heç biliyini də düzəltməmsən. Bəli, bu arzu mənə arzu olaraq qalıb. Çünki bəzi materiallar tapmamışdım, həm də ki, ağacdan qorxurdum ki, yəqin yıxlamışlar. Bəli, bəhanədir. Bəhanə deyil. Sumqayıt gəncləri isə ailədə tapıblar materialda, hətta düzəltdikləri quşu vasını ağaca yerləşdiriblər. Hətta. Baxaq, maraqlıdır. Ekoloji dünya görüşü məktəb yaşlarından tərbiyə olunmalıdır. Məsələn, uşaqlar onların ətrafında olan bağlara, ağaclarda yuva salan quşlara qayğı ilə yanaşmağı öyrənməlidirlər. Yuvaların dağıdılmasına, quşların vurulmasına yol verməməlidirlər. Sumqayıt şəhəri təhsil şöbəsi nəzdində fəaliyyət göstərən ekoloji tərbiyə mərkəzi uşaqların təbiətlə lazımi münasibət qurmaları üçün çoxsahəli iş aparır. İnsanın ən belə borclarından biri də quşları saxlamaq, onların qeydinə qalmaqdır. Elə şəxsən mənim özüm də quşlar üçün evdə saxlamış, onları bəsləmişim. Bu zamana kimi mənim 4 dənə quşum olmuşdu. Biz öz şagird qrupumuzla quşlar üçün burada yuvalar hazırlayıb. Təxminən bir 10-20 ədəd quş yuvası hazırlamışıq. Hal-hazırda gördüyünüz bu quş yuvası hazırdır və birazdan aparım onu ağaca bərkidəcəyim. Əməli işlərlə aparılan tərbiyə ən səmərəli metoddur. Uşaqlar öz əlləri ilə ağac əkəndə, yer belləyəndə, bu ağacları qulluq edəndə təbiətlə doğmalaşırlar. Məktəbimizin qəşəng görünməsi üçün ağacları budayırıq, onları peyin tökürük. Müəllimlərimiz bizə öyrədir hər şeyi, necə eləmək lazımdır, onları bizə öyrədir. Yaşıllıqlar şəhərdə səsləri udmaqla, küləyin qarşısını almaqla xeyir verir. İfraz etdikləri mikrozərrəciklərdən ibarət bioloji aktiv maddələr fitrozitlərlə mikrobları məhv edir, havanı saflaşdırır və bu da insanların səhhətinə müsbət təsir göstərir. Biz şagirdlərlə müxtəlif ekskursiyalarda iştirak edirik. Məsələn, bu yaxınlarda Qusar rayonundan səyahət elədik. Elə yolda gedərkən uşaqları təbiətlə tanış etmək məqsədi ilə düşdük. Uşaqlarla şəkillər çəkdirildi, quşlarla, ağaclarla və uşaqlar öz görmədikləri heyvanların, bitkilərin adlarını özləri üçün qeyd elədilər. Onların jurnalları var. Onlar dərslərdə və yaxud da ki, boş vaxtda təbiətə çıxanda yeni gördükləri bitkilərin, sonra heyvanat, həşəratların adını yazırlar, özləri üçün qeyd edirlər. Sonra müqayisə aparırlar öz aralarındakı, görək kim daha çox yazıb, kim nəyi görüb, kim nəyi görməyib, bir-birinə bir növ bilik verirlər. Quşlar və ağaclar bir-birinə köməkdir. Ağaclar yuva qurmağa imkan verir. Quşlar da ziyanverici həşəratların artmasının qarşısını alır. Bağ-bağçanın, ağacların çox olması insanların sağlamlığının möhkəmlənməsinə, ətraf aləminin gözəlləşməsinə xidmət edir. Gördün də gənclərimiz gün ərzində nə qədər çox iş görürlər təbiəti qorumaq üçün. Düz deyirsən, Tutu. Ağacların dibini bellədilər, suladılar və quşlar üçün yuvalar hazırladılar. Bəli. Bugünkü qonaqlarımız da ekologiyanı qorumaq üçün fərqli üsullardan istifadə edirlər. Bəli, onlar gənc və yeniyetmələr üçün təlimlər təşkil edir və təbiəti, ekologiyanı qorumaq üçün müxtəlif üsullara əl atırlar. Tutu demişkən, fərqli üsullar. Qonağımız Gənclərin Mənəvi İnkişaf İctimai Birliyinin sədr müavini Ramil Rüstəmovdur. Buyurun. Başlamışsınız belə təlimlər keçməyə və kimin ideyasıdır? Mən 6 il müddətində Dövlət Neft Şirkətinin Ekologiya İdarəsində əməkdaşı olmuşam və əməkdaşı olduğum illərdə İrəli İctimai Birliyində bu təbiətin qorunması ilə bağlı keçdiyi tədbirləri şahid olmuşdum. Və belə bir təşəbbüs ortaya atdım ki, İrəli İctimai Birliyi və Dövlət Neft Şirkəti bizim bir QHT-miz var idi, Təbiət Elmləri İctimai Birliyi. Üçün bir ortaq layihəsi oldu, təbiəti qorumaq, onu tanımaqla mümkündür adlı bir layihəmiz oldu. 20-dən çox universitetə aid etdi bu layihə. Çox maraqlı oldu, çox da təsirli olduğunu ümid edirəm. Çünki tələbələr çox maraqla dinləyirdilər. Nə kimi təlimlər keçirilirdi orada? Universitetlərdə mühazirələr olurdu, hardasa bir dərs saat ərzində.
və aktiv gənclərə, suallar verən gənclərə, maraq göstərən gənclərə hədiyyəmiz də olurdu. Dövlət Neft Şirkəti və İrəli İctimai Birliyi olaraq. Mən bildiyimə görə siz texnologiya ilə ekologiyanı uzlaşdırırsınız və bu fərqli üsuldur. Sizcə bu texnologiyanı icad edənlər ekologiyadan götürüb yoxsa sonradan biliblər ki, bunlar oxşardır? Baxın, məşhur bir ekoloq var, Phil Gates. Biotexnologiya, biomimikri kitabının müəllifidir, biometrika kitabının. Deyir ki, ən məşhur, ən müasir icadlarımız onsuz da deyir, təbiətdə mövcuddur. Biz təbiətdən ilham alırıq, onu texnologiyaya tətbiq edirik, yeni nailiyyətlər əldə edirik. Amma bizim istehsal etdiyimiz məhsullar var, məsəl üçün plastik şüşələr var, plastik butulkalar var, şüşə butulkalar var. Şüşə torpağın altına girdiyi zaman 4000 ildən tez həzm olunmur, çürümür, torpağa qatışmır. Plastik banka 500 ildən tez həzm olunmur, torpağa qarışmır. Məsələn, o salafan paketlər var, marketdən alırıq. O 50 ildən tez torpağa qarışmır. Torpağa qarışmayanda yüklənmə yaranır, ekoloji yüklənmə yaranır. Məsələn, dənizə atırıq bu məhsulları, ekoloji yüklənmə yaranır. Bu dəniz dalğaları bunu sahilə gətirir. Bir sıra fəsadlar yaranır. Həm çirklənmə olur, həm də ki, yüklənmə də. Amma müasir biotexnologiya deyilən bir elm sahəsi yaranır. Bu biotexnologiya elmi canlıların bədən quruluşunu öyrənir və bunu texnologiya tətbiq edir. Məsəl üçün, paketlər hazırlayan zaman onun quruluşunu o şəkildə hazırlayırlar ki, tez torpağa qarışa bilsin. Yəni, torpaqdakı bakteriyalar onu parçalasın, böcəklər torpağa qatışdıra bilsin onu. Tərkibini tam təbiət dostu olacaq şəkildə hazırlayırlar. Əla. Bəs paytaxt daxili və yaxud da ölkə daxili nə kimi təlimləriniz olub? Biz keçən illərdə 2010-cu il bilirsiniz, Cənab Prezidentin sərəncamı ilə ekologiya elan olunmuşdu. Biz də bu ekologiya çərçivəsində Bakı şəhərində 20-dən çox universitetdə, 200-dən çox orta məktəbdə, 30-dan çox QHT və digər təşkilatlarda treninqlərimiz olubdur. Mən özüm 150-dən çox treninq keçmişəm Bakıda, məktəb və universitetlərdə. Bugün bizim maqlarımıza, yəni müasir Azərbaycan gənclərimizə kiçik də olsa bir təlim keçə bilərsiniz? Əlbəttə ki. Bizim devizimiz əsas bu olub, təbiəti qorumaq, onu tanımaqla mümkündür. Gənclər verilişidir, gənclər proqramıdır. Ümumiyyətlə, bir gənc təsəvvür eləyək, 20-21 yaşı var, hər şey öz yerində, ali təhsillidir. Gözünü bağlayaq onun, heç vaxt getmədiyi, heç vaxt olmadığı bir yerə aparaq və gözünü açaq. İlk soruşacağı sual nə olacaq? Heç vaxt olmadığı bir yerdə. Mən haradayam deyəcək, bura haradır? Təsəvvür eləyək ki, 21 yaşında bütün hafizəmizi itirmiş şəkildə dünyada gözümüzü açaq. İlk soruşacağımız sual nə olacaq? Yenə bu olacaq. Mən haradayam? Bura haradır və burada olma məqsədi nədir? Niyə buradayam? Ətraf mühiti araşdıracaq, özünü araşdıracaq. Daha sonra araşdırdıqca öz bədəninin bu dünyaya necə uyğun şəkildə yaradıldığını görəcək, yəni bunun şahidi olacaq. Ümumiyyətlə, təmiz ətraf mühit və təmiz ekoloji sfera nə üçün lazımdır? İnsanın təhlükəsiz və sağlam həyat şəraitində yaşaması üçün lazımdır. Dünyada bu illərdə milyonlarla dollar pul xərclənir ki, ətraf mühit təmizlənsin. Amma bu insani prinsip olmasa, insani təsir olmasa dünyaya, təbiətə, ətraf mühitə, təbiət özünü tənzimləyir. Həqiqətən də təbiət, dünya insanın yaşayacağına uyğun sistemlərlə yaradılıb. Xüsusilə insan yaşasın deyə. Bugün sizə dünyadakı bu həssas ekoloji tarazlıqlardan, ekoloji sferadan danışacağım. Dünyanın necə möhtəşəm bir yer olduğunu və insana həyat imkanı tanınmaq üçün necə insana ən mükəmməl bir, belə deyək, böyük bir ev kimi yaradıldığını sizə anlatacağım. Bu puzzle-a baxaq. Bu puzzle-dır. Bunun ayrı-ayrı hissələri nizamlı şəkildə bir yerə gətirilməlidir ki, puzzle tamamlansın. Və aşağıdan bir hissəni ortaya qoysaq, nə olacaq? Biz bir nəticə əldə edə bilməyəcəyik, şəkil tamamlanmayacaq. Buradan bir hissəni ortaya qoysaq, yenə biz nəticəyə çata bilməyəcəyik. Dostlar, dünya da belədir. Dünyada da həyatın mövcud olması üçün bizi əhatə edən makrodan mikroya hər bir şey öz yerində və öz dəyərini ifadə edən rəqəmdə özünü göstərməlidir. Yəni, haradadırsa orada olmalıdır, ən ideal şəkildə yaradılıb. Məsələn, ayın dünyaya olan məsafəsi, günəşin dünyaya olan məsafəsi, bunların həqiqi ölçüləri, hər biri dünyanın öz oxu ətrafında fırlanma sürəti, qarşılıqlı cəzb etmə qüvvəsi, hər bir şey dünyada həyatı dəstəkləyən ölçülərdə və yerdə yaradılıbdır. Bunların bir neçəsinə diqqət yetirək. Dünyanın günəşə uzaqlıqda üçüncü planet olması da dünyada həyatın dəstəklənməsini təmin edir. Məsələn, dünya günəşdən daha uzaq olsaydı, yer kürəsində həyat bitərdi. Çünki günəşin səthindəki temperatur 6000 dərəcə Selsidir. 150 milyon kilometrdə hal-hazırdakı məsafə. Daha uzaq olsaydı, bizə lazım olan insanın yaşayacağına uyğun istilik intervalı gəlib çatmazdı dünyaya.
və dünya buz kütləsi halına gələrdi. Bizdə donub məhv olardı bütün canlılar. Ekoloji sferadan söhbət gedə bilməzdi. Günəşimiz dünyaya daha yaxın olsaydı, məsələn 150 milyon kilometr yox, daha qısa olsaydı məsafə, bu səfər də 6000 dərəcəlik Selsi yola çıxır Günəşdən dünyamıza doğru. 6000 dərəcəlik Selsi yola çıxır, daha yaxın bir istilik qaynağı, daha çox temperatur deməkdir. Bu səfər də dünya qovrulub kül halına gələrdi. Çünki həyat qətiyyən yaşanmaz hala gələrdi. Və dünyanın Günəşin böyüklüyü, bunların arasındakı məsafə hər biri yerdə həyatı dəstəkləyir və ekoloji tarazlığı nizamlayır. Məsələn, daha böyük bir Günəşimiz olsaydı 6000 dərəcə yox, səthindəki temperatur çox güman ki 15-20 min dərəcə olardı və yer kürəsinə gələn istilik intervalı, istiliyin miqdarı artardı. Yenə dünya ölü bir planet halına gələrdi. Daha kiçik olsaydı Günəşimiz, daha az istilik gələrdi və insanların, bütün canlıların yaşamasına uyğun istilik gəlib çatmaz dünyaya. Heç bir planetdə olmayan xüsusiyyət. Dünya öz ətrafında dövr eləyərkən öz orbitinə 23,27 dərəcə maillik göstərir, əyri hərəkət edir. Alimlər deyirlər ki, nə olardı bu 23,27 dərəcə olmazdı, 40-45 və yaxud da ancaq perpendikulyar olardı öz orbitinə. Bax, heç biri olmur. Bu əyrilik olmasa, bu maillik olmasa, dünyada 2 fəsil yaşanardı, sadəcə 2 fəsil. Kəskin şaxtalı qış və qovurucu isti yay. 2 fəsil arasındakı temperatur fərqi 150-200 dərəcələrə çatardı və yer kürəsində həyat bitərdi. Amma yaradılış etibarilə dünya insan 4 gözəl fəsil yaşasın deyə bu 23,27 dərəcəlik mailliklə yaradılıb dünya. Necə açar və qıfıl bir-birinə uyğun şəkildə yaradılırsa fabrikdə, ikisi bir-birinə uyğun şəkildə. Məsələn, mən öz açarımla gəlib bu studiyanın qapısının qıfılını aça bilmərəm. Aydındır ki, hər bir qıfılın öz açarı var. İkisi bir-birinə uyğundur. İnsan dünyada yaşayacaq tərzdə, dünya da, bu ekosistemdə insana həyat imkanı, yaşayış imkanı tanıyacaq tərzdə yaradılır və bizə hədiyyə olaraq təqdim olunur bu ekosistem. Yerin altında da mantia təbəqəsinin alt hissəsi tapancadan çıxan güllə sürəti ilə hərəkət edir. Saatda 1600 km sürətlə. Bu dövr etmə yer kürəsinin ətrafında dəmir-nikil birləşmələrdə, ağır metallardan ibarət birləşmələr var orada. Yer kürəsinin ətrafında elektromaqnit sahə yaradır. Adına Van Allen deyilən bu elektromaqnit sahə yer kürəsinin ətrafında belə bir qoruyucu qalxan yaradır və günəş partlayışları zamanı yer kürəsinə istiqamətlənən radiasiya axınının qarşısını alır. Təsəvvür eləyək ki, bu Van Allen qurşaqları olmasa, həyatda hər şey mükəmməldir, hər şey idealdır. Təkcə bu Van Allen qurşaqları olmasa, bizi dünyada hansı hadisə baş verər? O 1945-ci ildə Hiroşima-Nagasaki atom bombası atılmışdı. Baxın, bu qoruyucu qalxan olmasa, dünyaya kiçik bir günəş partlayışı zamanı gələn radiasiya miqdarı həmin Hiroşima-Nagasakidə yaranan radiasiya miqdarından 1 milyard dəfə çox olar. Amma hər saniyə günəşdən dünyaya radiasiya gəlir. Dünyada hər bir şey insanın yaşaması üçün, bu ekosistemi dəstəkləmək üçün ideal şəkildə yaradılıb. Ekosistem nə üçün lazımdır? İnsanın yer kürəsində çox rahat şəkildə yaşaması üçün. İndi deyirsiniz ki, təkcə insan yox, bütün canlılar dünyada yaşayır. Onlar üçün, təbii ki, onlar üçündür, amma o canlıların da həyatını araşdırdığımız zaman baxıb görürük ki, onlar da bizim yaşamağımız üçün fəaliyyət göstərir. Ekosistemdə onların da rolu var. Məsələn, dünyada arılar olmasa, yenə heç vaxt həyat mümkün olmur. Çünki bir arı 1 litr bal düzəltmək üçün 6 milyon dənə çiçək gəzir. 6 milyon çiçəyi tozlandırır. Arıları ekosistemdən çıxartsaq, həmin arılara bir arıya düşən, məsələn, 6 milyon çiçək tozlanmayacaq. Nəsil artımı olmur yaşıllıqlarda. Nəsil artımı olmadığına görə də oksigen istehsalının yaşıl örtüyün səviyyəsi aşağı düşür və canlılar boğulma təhlükəsi ilə qarşı-qarşıya qalırlar. Məsələn, bayırda fiziki işlə məşğul oluruq, gəlir yerdə əlimizi yuyuruq. Niyə? Bakteriyalar əlimizdən getsin deyə. Təbii ki, bu belə olmalıdır, amma torpaqdakı bakteriyalar var bir də. Torpaqda bakteriyalar mövcud olmasa yenə insan yaşaya bilməzdir. Çünki bütün ölən canlı cəsədi torpağın altına girdiyi zaman ağaclar yıxılır, torpağa qarışır. Onlar torpağın altına girdiyi zaman bakteriyalar onları çürüdür və torpağa qatışdırır. Əgər bu olmasa dünyada böyük bir antisanitariya olardı. 7 il bundan əvvəl əsrimizin Einstein edirlər Stephen Hawking və Cambridge Universitetinin riyaziyyat fizika professoru Dr. Roger Penrose araşdırma aparır və canlı yayında bir rəqəmi verir. Deyir ki, bizi izləyən tamaşaçılar, bugün sizə verəcəyim rəqəm sizin həyatınızı dəstəkləyən ekoloji faktorların sayıdır və bu rəqəmi verir. 10 üstü 10 üstü 123. Baxın, birin yanına sıfırları düzürük, sayı hesabı yoxdur. Bayaq saydıqlarım hər biri bir faktordur və bunu saymaqla bitirmək olmaz. Və elmə məlum olan say budur, daha da artıq ola bilər. Elm inkişaf etdikcə biz bu yeni faktorları da tapacağıq. Və deyir ki, insanın həyatda olması üçün bütün bu faktorlar hamısı eyni anda əməkdaşlıq edərək mövcud olmalıdır. Roger Penrose deyir ki,
Bu bilirsiniz deyir nəyi göstərir? Bu deyir yaradıcının insanı dünyada yaşatmaqda məqsədin nə qədər dəqiq olduğunu göstərir deyir. Yəni insan dünyada yaşamalıdır. Onun üçün də çox möhtəşəm bir ekosistem qurulur. Biz nə edirik amma? Biz də təbiət dostları olmaq əvəzinə, o bizdə bir deyim var, bir söz var, oturduğumuz budağı kəsirik. Oturduğumuz budağı kəsmək olmaz. Quru ağacı kəsərsən, Novruz bayramında yandırarsan tonqal kimi, amma oturduğun budağı kəssən yerə yıxılacaqsan. Ətraf mühitə çirkləndirmək oturduğumuz budağı kəsməyə bənzəyir. Bizdə bu faktlar bizə məlum olduqca, necə deyərlər, təbiəti tanıdıqca, əlbəttə ki, təbiəti qoruma şuuruna yələnirik. Roger Penrose bunu dizayna bənzədir. Dünyadakı bu ekosistemin möhtəşəmliyini dizayna bənzədir. Deyir ki, bir dizayner deyir, bir saatsaz qarşısına məqsəd qoyur ki, saat istehsal edəcək. Saatı niyə istehsal edir? Gün istənilən anında hansı vaxtda olduğunu, saatın neçə olduğunu bilmək üçün. Bu məqsədə çatmaq üçün detallar hazırlayır. Məsələn, saatın çarxları var, saatın qayışı var, içindəki o mexanizmlər var, əqrəblər var. Hər biri bir detaldır. Və bunları hazırlayır və məqsədinə çatmaq üçün həmin detalları nizamlı şəkildə bir yerə gətirir. Nizamlı şəkildə bir yerə gətirilməsə, dizayner məqsədinə çatmır. Dostlar, dünyada Roger Penrose deyir ki, bu dizayndan milyonlarla, milyardlarla qat mükəmməl bir dizayn var. Və hər bir faktorda dünyada həyatın mövcud olması üçün ideal şəkildə dizayn olunubdur. Və bizə düşən vəzifə də bunları araşdırmaq və təbiəti qoruma şuuruna yiyələnməkdir. Gənclərimizə çox gözəl təlim keçdiniz və bundan sonra ümid edirik ki, ekologiyanın daha çox qeydinə qalacaqlar. Çünki biz burada yaşayırıq bu cəmiyyətdə, ekologiyada. Və çox təşəkkür edirik gəldiyinizə görə. Mən təşəkkür edirəm. Gənclərimizə xeyirli məsləhətlər verdiyinizə görə. Çox sağ olun, təşəkkürlər. Məncə təmizkar insanlar elə hər yerdə təmizliyə riayət edirlər. Pintilər isə elə hər yerdə pintidirlər. Sənə razıyam Xəyalə. Evini, təbiəti, şəhəri təmiz saxlamaq istəyən insan ilk öncə öz təmizliyinə riayət etməlidir. Bəli. Elə qədim zamanlardan səncə insanlar daha çox hara gedirlər? Əlbəttə ki, hamama. Amma indi də gedirlər. Elə mağımız Abbas da hamamla bağlı bir süjet hazırlayıb. Onda gəlin qədim və yeni rubrikasına baxaq, görək Abbas bizə hamam haqqında hansı məlumatlar verəcək. Əla, baxaq. Harada serinlenmek olar? Hamamda. Kışın soğuğunda harada kısınmak olar? Hamamda. Adam harada pak olabilir? Hamamda. Mesele ise düğün gelsin. O olmasın bu olsun filmindən Məşədi İbad hamamı kimi tanınan Ağa Mikail hamamı Bakının qədim abidələrindən biridir. Hamam içəri şəhərin cənub-qərb tərəfində, əsas küçələrdən birində tikilib. Onun yerləşdiyi ərazi xalq dilində Hamamçılar məhəlləsi adlanır. Hamamın girişi Kiçik Qala küçəsindəndir. Bu hamam Ağa Mikail hamamıdır. Bu hamam 18-ci əsrdə əslən Şamaxıllı olan Ağa Mikail tərəfindən inşa olunub. Bu hamam dövlət əhəmiyyətli tarixi abidədir, dövlət tərəfindən qorunur. 2010-cu ildən 2012-ci ilədək burada İçəri şəhər Dövlət Tarix Qorunma Memarlıq İdarəsi tərəfindən təmir edilib və bütün necə olduğu kimi tarix qorunaraq təmir olunub, bütün restavrasiya işləri tamamlanıb. 1956-cı ildə bu hamamda O olmasın, bu olsun filmi çəkildikdən sonra el arasında bu hamama məşrubat hamamı kimi ifadə ediblər. Otaqların daxili quruluşu öz genişliyi ilə digər hamamlardan fərqlənir. Soyunma və yuyunma otaqları kvadrat formasındadır. Hamamın içində də çölündə, hamamın içində də çölündə, ya yalnız bahar, işsizlərin var, dövlət ikası, gözgəl yerin var, ya yalnız bahar, işsizlərin var, dövlət ikası, gözgəl yerin var. Otaqlar 4 mərkəzi dayaq sayəsində böyük kompozisiya təşkil edir. Hamamın memarlıq kompozisiyası çatma formalı tağlar, qübbələr və günbəzlərdən ibarətdir. Yerli memarlıq formasına uyğun tikilmiş möhkəm fəsad və günbəzlər hamamın əsasını təşkil edir. Qablardakı su insana xüsusi enerji verir. Ən əsası da odur ki, burada qədim adət-ənənələr qorunub saxlanılır. Belə ki, bütün əşyalar köhnə Bakını və onun ab-havasını xatırladır. Bina üzərində cəsarətli siluet kimi ucalan, özünə məxsus formalı tüstü bacası da maraqlı element kimi dərhal insanın diqqətini cəlb edir. Ağa Mikail hamamı Cənub-Şərq şəhər mülki sisteminə fəal ictimai bina kimi daxil olub.
Tamama söz ola bilməz, deyildiyi kimi var. Az qala unutmuşdum, səhət də vücud, yəni həmişə təmizlikdə. Həmişə təmizlikdə Abbas. Bugün daha bir qonağımız var. Bəli, ekologiyadan danışırıqsa, deməli ekoloqların fikrinə ehtiyac duyuruq. Bəli, elə qonağımız da Dövlət Neft Şirkətinin ekoloqu Oktay Quliyevdir. Buyurun. Надеюсь, смотришь ты, как я в сетях меня. Xoş gəlmisiniz. Necəsiz? Təşəkkür edirəm. Xoş gəlmisiniz, həmişə xoş gələsiniz. Elə birbaşa sualımı vermək istəyirəm, hansı ki, mənim bu dəqiqə maraqlandıran. Şəhərimizi yaşıl şəhərə çevirmək üçün nə kimi işlər görülür? Əvvəlki illərdə neftin primitiv üsullarla çıxarılması və emalında neft tullantılarının ətraf mühitə atılması səbəbindən xüsusilə Abşeron yarımadası, torpaq sahələri və sərt suları neft və neft məhsullarından çirklənmiş hala gətirilmişdir. Və sevindirici haldır ki, Azərbaycan Respublikası müstəqilliyi əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi ekologiya sahəsində də bir sıra nailiyyətlər, uğurlar əldə olundu. Təbiidir ki, birinci növbədə çirklənmiş torpaqların təmizlənməsi üçün texnologiyaların seçilməsi və bundan sonraki mərhələlərdə digər tədbirlərin həyata keçirilməsi yerini tuturdu. Neftlə çirklənmiş torpaqların rekultivasiya işlərindən sonra həmin ərazilərdə deməli yaşıllaşdırma işləri həyata keçirilmişdi öz növbəsində. Bəs biz gənclər ekologiyanı qorumaq üçün nələr etməliyik? Bugünkü gündə Azərbaycan gənclərinin üzərində çox böyük ətraf mühitin mühafizəsi, ətraf mühitin qorunması istiqamətində çox böyük yük düşür. Birinci növbədə ilkin olaraq gənclərə tövsiyəm olardı ki, təhsil aldıqları tədris müəssisələrində bütün fənlərdə, bütün sahələrdə olduğu kimi hətta ekologiya sahəsində də biliklərini dərinləşdirsinlər. Və sonda qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ekologiya idarəsinin ətraf mühitin mühafizəsi ilə bağlı belə bir şüarı var. Gəlin təbiətin taleyini birlikdə düşünək. Və mən çox gözəl şüarları, yəni müasir Azərbaycan gəncləri. Bütün müasir Azərbaycan gənclərini dəvət edirəm ki, bəli, təbiətin taleyini yalnız birlikdə düşündükdə nəsə uğur əldə etmək olar. Ona görə sizə uğurlar arzu edirəm. Çox sağ olun, təşəkkürlər. Ekologiyanın təmizliyi, şəhərin gözəlliyi üçün biz gənclər əlimizdən gələn hər şey etməliyik. Bəli, əgər biz tez-tez belə aksiyalar keçirsək, şəhərimizi yaşıllaşdırarıq və gözəl Bakını yaşıl şəhərə çevirilər. Mənə elə gəlir ki, biz bir yerdə bunu bacararıq. Bacarıq demişkən, bilirsiniz bizim gənclər daha nələr bacarır? Yox, bilmirəm. Çünki Nailə bunu bizdən daha yaxşı bilir, çünki o bacarıq rubrikasını hazırlayır. Baxaq. Yaşlı rəssamımıza gildən müxtəlif qablar və aksesuarlar düzəldir. O öz ideyalarını yaratdığı obrazların üzərinə köçürür. Qabı düzəltdiyim vaxtı, əgər bir ideya varsa, bu beynimdə tutduğumuz bir qab varsa, bir sülyət varsa, əhval-ruhiyyə nə qədər ki yaxşı olsa, o qədər işin özü də yaxşı çıxır. Əhval-ruhiyyə olmasa, İş yenə də çıxır, amma sənətkarın özünə o qədər də ləzzət verəmir. O, haradasa baxanda bir qıraqdan o içməsə ləzzət edə bilər, amma sənətkarın özünə o qədər də ləzzət verəmir. Bu aksesuarları hazırlamaq üçün əvvəlcə gil süzülür. Sonra süzülmüş gilə forma verilir. Şəraitdən asılı olaraq 2 gün və ya 1 həftəyə quruyur. Qış fəslində isə quruması aylarla vaxt alır. 1000 dərəcədə bişdikdən sonra zövqə görə bəzənir. Rıza bu sənətin sirlərini atası Usta Salihdən öyrənib. Əslində Salih Ustanın atası da bu peşə ilə məşğul olub. Onun fikrincə babalardan qalma bu sənəti oğlu layiqincə davam etdirir. Azərbaycan gəncləri çox talantlıdır. Onları belə stimullaşdırmaq, yönəltmək
düzgün yolda yönəltsək, hamısı ayrı-ayrı sənətlərdə çox maraqlı gələcəyin sənətkarları da ola bilər, mühəndislər də ola bilər, alimlər də ola bilər. Rızanın yaratdığı əsərlərin hər birində fərqli ideyalar var. O, qabların üzərinə Qız qalasının, qədim Bakının gözəl mənzərələrini əks etdirir. Gənc rəssam emalatxanada çalışmaqdan zövq alır. Milli adət-ənənəmizi əks etdirən bu saxsı qabları hazırlamaq üçün çox vaxt tələb olunur. Bunun üçün də xüsusi bacarıq lazımdır. Maraqlı sənətdir və Nailə də bir əyri güldan düzəltdi. Düzəltməyə çalışdı, lakin alınmadı. Mövzumuza qayıdaq. Mövzumuz Yaşıl şəhər naminədir və bizim şəhərimizin ekologiyasını, təmizliyini qorumağa çalışan gənclər çoxdur. Elə Yaşıl Velosipedçilər klubunun gəncləri də onlardandır. Bəli, elə növbəti qonaqlarımız da Təbiət Dostları Gənclər İctimai Birliyinin üzvlərindən 2 gəncimizdir. Hansı ki, buradadılar studiyamızda Şəbnəm və Elşən. Yaşlayaq. Xoş gəlmişsiniz gənclər. Girişiniz mənə lap Samir xatırlatdı, zübrət kövrəm. Kövrəmə Samir bir illik qayıdacaq. Mənə belə bir sual maraqlandırır. Nə vaxt yaranıb sizin bu klub və nə kimi fəaliyyət göstərir? İcazənizdə mən başlayardım. Əvvəla çox sağ olun dəvət üçün. Və deməli, Təbiət Dostları Gənclər İctimai Birliyi 2008-ci ildə, yəni ondan qabaq fəaliyyət göstərdi. Sonra 2008-ci ildə biz düşündük ki, bir qrup gənc olaraq Azərbaycanda təbiəti qoruyanlar bir qrupu yaradaq. Özümüzə müxtəlif adlar qoyduq, Yaşıl Velosipedçi qoyduq ki, lozungumuz yaşıl olsun və ekoloji nəqliyyat vasitəsilə Azərbaycanda ekoloji düşüncəni, yaşıl beyni formalaşdıraq. 2008-ci ildən başladıq və müxtəlif layihələr eləməklə ildən il layihələrimiz artdı. Hal-hazırda 10-a yaxın layihəmiz var ki, bunlar da ekoloji istiqamətlərdir. Gələcək hansı kimi layihələriniz, planlarınız var? Hal-hazırda təşkilat 2 istiqamətdə deməli tədbirlər həyata keçirir. Biri Yaşıl Velosipedçilər klubudur ki, klub olaraq fəaliyyət göstərir və sırf Azərbaycanda ekoloji nəqliyyatı təbliği ilə məşğuldur. Bu velosipedlə bağlı tədbirlərdir. Həm Bakıda, həmçində digər regionlarda, Gəncədə, Ağcabədidə, Sumqayıtda və digər regionlarda fəaliyyət göstərir. Və ikinci istiqamət Ekotur klubudur ki, bu da klub olaraq fəaliyyət göstərir və ekoloji düşərgələr, yay düşərgələr, qış düşərgələr təşkil edir. Mənim ürəyimə ağrıdan bir mövzu var, hansı ki, bizdə ölkəmizdə velo yollar yoxdur və siz də uzaq yollara çıxırsınız, mən bilən, yəni ölkə daxili və yaxud da paytaxt daxili daha doğrusu. Yəni bu sizə çətin olmur ki, yollarda, xüsusən də xanım xeyalaqlarımıza və yaxud da sizə də. Xanımlarımıza daha çətin olur. Sizin Şəbnəm danışsam. Buyurun, başınıza gələn dəhşətli hadisələr danışın. Yəni diqqətsiz olanlar var, maşınlar, hətta velosipedlərə diqqətli olmurlar, onlara professional yanaşmırlar. Yolu kəsirlər və yaxud da sıxışdırırlar. Bunun üçün problemlər yaşayırıq. Amma yenə də əsas məqsədi qoymuşuq qabağımıza, yaşıl velosiped yolları da tikilsin gələcək üçün, onun üçün layihələr hazırlayırıq. Ali təhsil ocaqlarında dayanacaqlar layihəsi hazırlayırıq ki, yəni həyata keçirilsin. Biz də artıq nəqliyyat vasitəsi kimi onu istifadə edək. Ola bilər ki, məsəl üçün, hansı ki sizin klubda deyil, siz onu tanımırsınız, siz yolla gəlirsiniz, bizə görsə arxadan tanınmamış bir şəxs gəlir, yavaş-yavaş velo ilə arxanızda. Ona necə rəqs edirsiniz? O anlar saysızdır, elə çox olur. Yəqin ki, öz üzvlərinizi tanıyırsınız və onların kənar şəxs olduğunu bilirsiniz. Bilirik. Həmçində qolbaqlardan tanıyırıq ki, yəni əgər yaşıl qolbaqlar varsa, buradan çıxıb təcrübə bir yaşıl qolbaqlar qoşulacağıq. Və qolbaqlarımız təbiət dostu yazılıb Nature Friends ingilis dilində və yaxud yaşıl velosipedçi, Green Bikers yazılır və ekoturist. Bizim müasir Azərbaycan gəncləri, yəni MAQ-lar da Yaşıl şəhər naminə bir aksiya keçirmək istəyirlər. Nə deyirsiniz, bəlkə bu aksiyanı bir həyata keçirək? Əla.
ekoloji layihələrin hamısında biz istənilən formada. Onda biz maglar, siz maglara mütləq qoşulacağıq və birgə aksiyalar keçirəcəyik. Təşəkkürlər gənclər gəldiyinizə görə. Bugünlük efir vaxtımız da çox təəssüf sona çatdı. Bəli, təkliflərinizi, iradlarınızı bizə göndərin. Ən əsası istedadlı gənclər bizə müraciət edin. Bizə ən çox müraciət edənlər musiqiçilər və idmançılardır. Digər istedadlı gənclər də sizdən müraciət edin ki, siz studiyamıza görək. Həmçinin sizə maraqlı olan mövzuları bizə göndərin. Göndərin ki, Maqda müzakirə eləyək. Bugünlük isə bu qədər. Hələlik.